Salam, bugünkü izahımız mürəkkəb efirlər, yağ və sabunlara aid olacaqdır. Mürəkkəb efir nədir? İlk öncə ondan danışaq. Mürəkkəb efirlər karbon turşuları və yaxud da oksigenli qeyri-üzvü turşular, nitrat, sulfat və yaxud da digərlərinin spirtlərlə əmələ gətirdikləri mürəkkəb maddələrdir. Efirləşmə reaksiyasını burada bir neçə nümunəsi var. Mexanizmini birazdan izah edəcəm. İlk öncə baxaq nəyə? Mürəkkəb efirlərin adlandırılmasına. Mürəkkəb efirlərdə hər zaman burada qabaqda gələn hissə, biraz ruçkanı nazikləşdirim. Baxın, bu hissədə gələn hissə turşunu bildirir. Bu hissə isə spirtə məxsus olan bir hissədir. Deməli, spirtə, turşuya məxsus olan hissə budur. Burada da qeyd edilib. Məsələn, buna baxırıq. Bu hissədən o hansı turşunu bildirir? Bir karbon olan formiat. Bu hissədən hansı spirtə bildirir? 2 dənə karbon olan etil. O zaman biz buradakı radikalı deyirik etil. Sonra isə formiat. Bu şəkildə adlandırmış oluruq. Və yaxud da yenə buna baxırıq. Oksigendən bu tərəfə olan hissə turşunun, oksigendən qalan bu tərəf isə spirtindir. Hansı ki, bu hansı turşunu bildirir? 2 karbon var. Asetat turşusunu, bir karbon var metil. Metil spirtini. O zaman deyirəm ki, metil asetat şəklində adlandırılır. Bu mürəkkəb efirlərin adlarında efir sözündən istifadə edilmir. Efir sözü sadə efirlərin adlandırılmasında istifadə edilir. Bəs qeyri-üzvü turşularla necə ola bilər? Məsələn, 2 atomlu spirtlər və 3 atomlu spirtlərdə turşularla reaksiya girdikdə mürəkkəb efir əmələ gətirir. Yəni, bir atomlu spirtlərə aid deyil. Məsələn, burada etilen glikolun nitrat turşusu ilə əmələ gətirdiyi turşu var. Buna etilen glikol və yaxud da nitrat turşusu ilə əmələ gətirdiyi mürəkkəb efir deyə bilərik. Və yaxud da etil spirtinin nitrat turşusu ilə əmələ gətirdiyi mürəkkəb efir də ola bilər bu şəkildə. Bir də belə bir şey qeyd edim. C2H5NO2. Əgər NO2 qrupu radikala birbaşa birləşirsə, bu nitro birləşmədir. Mürəkkəb efir deyil. Amma NO2 qrupu birbaşa oksigenlə birləşirsə, yəni oksigenə birləşib sonra radikala birləşirsə, bu mürəkkəb efirləri əmələ gətirir. Sonra davam edək nəyə? Doymuş bir əsaslı karbon turşularının doymuş bir atomlu spirtlərdən əmələ gəlmiş mürəkkəb efirlərinin əsasən formulları qısaca bu şəkildə göstərilir. CnH2nO2 şəklində. Hansı ki, bu formul mürəkkəb karbon turşularının da formullarına bənzəyir. Doymuş bir əsaslı karbon turşularının. Bu da onu göstərir ki, mürəkkəb efirlər karbon turşuları ilə necə deyərlər, siniflər arası izomerlər əmələ gətirə bilirlər. Bunların emerləri 14N plus 32 şəklində hesablanır. Doymuş mürəkkəb efirlərdə sigma rabitələrin sayı 3N plus 1. Bunu necə tapırıq? Ümumi indeksləri toplayıb üstündən 1 çıxırıq. İndekslərin cəmi 3N plus 2 verir. Üstdən 1 çıxanda 3N plus 1 almış oluruq. Yəni, düsturu əzbərləmədən də tapılma qaydasını artıq biz dərslərimizdən bilirik. Sonra bunlarda karbon-karbon arasındakı sigma rabitələr həmişə olduğu kimi karbon sayına bir vahid aşağı, karbon-hidrogen rabitələrinin sayı isə 2-dir. Sonra davam edək bunların adlandırılmasından danışmışdıq. Hansı ki, bu birinci nümayəndəyə baxsaq, metil formiat. Hansı ki, metil spirti və qarışqa turşusundan əmələ gəlib. Ona görə metil formiatdır. Metil etanolat da ola bilər. Hansı ki, bunlar uçucudur. Yəni, bunlar hansı ki, efirlərdir, adlarından da bəllidir, uçucudur. Tərkibində qeyd edim ki, qarışqa turşusu olan mürəkkəb efirlər hidrolizə uğradıqda gümüş güzgü reaksiyasına daxil olur. Baxın, onu bu hissədə də verib, hansı ki, bu cümlə sizə situasiyalarda açar söz şəklində istifadə edilə bilər. Sonra, ola bilər ki, doymamış turşuların spirtlərlə mürəkkəb efirləri ola bilər. Bu zamanda rabitə 2 qat rabitə olur və doymamış mürəkkəb efirlər bromlu suyu rəngsizləşdirə bilirlər, birləşmə reaksiyasına daxil ola bilirlər, polimerləşə bilirlər.
hansı ki bunları da qeyd kimi götürə bilərsiniz. Gəlin indi biz mürəkkəb efirlərin alınma reaksiyalarının mexanizmlərinə baxaq. Burada mexanizm necədir? Deməli, istənilən bir əsaslı turşu ilə spirt arasında və yaxud da istənilən spirt turşu arasında gedə bilər. Nə olur? Mən burada verilənlər üzərində yox da, özüm bir dənə nümunə yazıb üstündə qeyd etmək istəyirəm. İzah. Bu hissəni siz özünüz oxuyarsınız. Düşünün ki, bir dənə spirtimiz var. Hansı ki bu spirt olsun və yaxud da spirt olmasın. Turşunu yazaq. CH3COOH turşusu, sirkə. Üstünə metil spirti gəlirəm. Deməli, spirtdə və turşudan ikisindən bir yerdən su əmələ gəlməlidir. Suyun əmələ gəlməsi üçün HOH-dır. Bir hidrogen, bir OH lazımdır. OH oksigeni çox olandan çıxacaq. Oksigeni çox olan kimdir? Turşu. Ona görə bu hidrogen isə spirtdən qopur. Bu ikisindən su əmələ gəlir. Yerdə qalanlar birləşir. Məsələn, turşunun bu hissəsini yazıram. Turşuda olan bu oksigeni yuxarı qaldırıram. Bu rabitə OH-ın qopduğu boşdur. Hansı ki buradan da hidrogen qopmuşdu. O qalmışdı. Bir də CH3. Deməli, bu hissə mürəkkəb efirdə turşuya, bu hissə isə aşağı hissə nəyə aid olur? Spirtə. Bu oldu efirləşmə reaksiyası. Əsasən, treftal turşusu ilə də 2 əsaslı turşudur da, etilen glikol da 2 dənə OH olan spirtdir, 2 atomlu. Bunlar bir-biri ilə reaksiya girərək mürəkkəb efirlər əmələ gətirə bilər. Bir sözlə 1 atomlu, 2 atomlu, 3 atomlu spirtlər üzvü turşularla, qeyri-üzvü turşularla, doymuş turşu ola bilər, doymamış turşu ola bilər. Bir sözlə spirtlə turşu arasında gedən reaksiya efirləşmə reaksiyasıdır. Sonra gələk bu hissəyə. Məsələn, burada görürsünüz spirt verilib, 1 atomlu spirt, burada da 1 atomlu spirt, burada turşu. Hansı ki 1 atomlu spirtlər arasında gedən reaksiyadan sadə efir alınır. Yəni spirtlərin molekul daxili dehidratlaşmasıdır. Spirtlərin turşu ilə reaksiyasında isə, yəni 1 ilə 3, 2 ilə 3 arasında gedən reaksiyalar isə mürəkkəb efirin alınması ilə gedən reaksiyalardır. Sirkə turşusu etil spirtindən sirkə turşusunun etil efiri, qarışqa turşusunun etil spirti ilə reaksiyasından qarışqa turşusunun etil efiri və s. alınır. Kimyəvi xassələrindən danışsaq, mürəkkəb efirlərin, gəlin danışaq. Deməli, doymamış mürəkkəb efirlər əsasən metil akrilat, metakrilat turşularından əmələ gəlir. Bunlar bromlu suyu rəngsizləşdirir, birləşmə və polimerləşmə reaksiyasına daxil olurlar. Sonra gəlin yazaq. Mürəkkəb efirlər hidrolizə uğradıqda turş mühitdə onu əmələ gətirən spirtlə turşuya parçalanır. Sonra mürəkkəb efirlər qələvi mühitdə hidrolizə uğradıqda duz və spirt qələvi mühitdə hidrolizi dönən deyil. Buradan spirt və qələvi duz və spirt alınır. Özdəki bu dönməyən reaksiyadır. Formiat turşusunun mürəkkəb efirlərinin hamısı metil formiat, etil formiat, profil formiat hər birinin hidroliz məhsullarından biri gümüş güzgüyə girir. Hansı ki oradan da qarışqa turşusu alınır. Ona görə. Sonra başqa bura nə baxa bilərik? Formiat turşusu metil efirin hidrolizində karbon saxlayan 2 maddə alınır ki, bu da biri gümüş güzgü reaksiyasına daxil olan qarışqa turşusudur. Metil akrilatın natrium hidroksid ilə reaksiyasından, yəni metil akrilatın bu maddə alınır və bir də bu. Bu hissələr çox düşən deyil, sadəcə olaraq burada var. Başqa mürəkkəb efirlərdən bu hissədən düşəcək heç bir şey yoxdur. Gəlin keçək digər hissələrinə, yağlardan və danışaq sabundan. Biz bilirik ki, yağlar nədir? Ümumiyyətlə yağlar da gliserinin 3 atomlu spirtlərin ali karbon turşuları ilə reaksiyasından alınır. Əgər bizim ali karbon turşularımız doymuş turşulardırsa, buralardan bərk yağlar alınacaq. Doymamış turşulardırsa maye yağlar alınacaq. Doymuş yağ turşularımız palmitin və stearindir. C15H31COOH.
palmitin turşusudur. C17H35COOH isə stearin turşusudur. Sonra gliserinin doymamış turşularımızdan olan olein, linol və linoleinlə isə biz nə ala bilərik? Doymamış yağlar, maye yağları ala bilərik. Hansı ki, maye yağlar özlərinə müəyyən qədər hidrogen birləşdirərək doymuş yağlara çevrilir. Bu zamanda hidrogenin tətbiq sahəsi və margarin istehsalı və yaxud da maye yağların bərk yağlara çevrilməsi olur. Sonra gələk yağlar da özləri bir mürəkkəb efirdir. Çünki gliserin və 3 mol yağ turşusundan əmələ gəlirlər. Kimyəvi xassələri budur ki, bunlar digər necə deyərlər, mürəkkəb efirlər kimi hidrolizə uğraya bilirlər. Bu turş mühitdə, bir də qələvi mühitdə gedə bilər. Hansı ki, turş mühitdə yağlar hidrolizə uğradıqda bu insanın 12 barmaq bağırsağında məədaltı vəzin və ödün təsirindən baş verir. Gliserin və yağ turşularına parçalanır. Qeyd edim ki, yağlar polimer deyil. Bunu yadınızda saxlayın. İri molekullu birləşmələr də sayılmırlar. Bunlar hidrolizə uğradıqda gliserin və yağ turşularına dedik ki, turş mühitdə uğrayır. Bir də bunların qələvi mühitdə hidrolizi var. Qələvi mühitdə hidroliz dönməyəndir. Hansı ki, yağların qələvi mühitdə hidrolizindən biz sabun və gliserin alarıq. Əgər stearin turşusunun C17H35COO natrium duzudursa, bərk sabun olacaq. C17H35COO kaliumdursa, maye sabun olacaqdır. Bu yağların hidrolizidir. Hansı ki, bu hissələrə diqqət yetirək. Sabunlardan danışdıq. Dedik ki, bu olarsa, natrium olarsa bərk, kalium olarsa maye sabundur. Bəs biz bunları necə əldə edə bilərik? Sabunu. Yağın üzərinə qələvi gəlib sabun ala bilərik. Hansı ki, laboratoriyada. Amma sənayedə küllü miqdarda sabun istehsalı ilə məşğul olacaqsa, yağ qida maddəsidir və dəyərlidir. Dəyərli bir şeydən sabunun alınmasında istifadə etmək yaxşı fikir deyil. Ona görə biz sabun istehsal eləyəcəksə, onu dəyərli olmayan başqa bir şeydən istehsal etməliyik. Bu zaman nə edirik? Stearin turşusunun qələvi ilə və yaxud da stearin turşusunu qələvinin duzu ilə reaksiya aparırıq. Niyə duz? Burada karbonat turşusunun duzu götürüldük, natrium karbonat. Çünki stearin turşusu karbonat turşusundan qüvvətli olduğuna görə onu sıxışdırıb çıxarda bilir. Burada kaliumdan da istifadə edərək maye sabunda almaq olar. Sonra gələk nəyə? Bu maye sabun, bərk sabun cod suda köpüklənmir. Köpükləməməsinin səbəbi suya codluq verən kalsium və maqnezium ionlarının stearin turşusunda yerini dəyişərək C17H35 COO bu bir əsaslıdır. Kalsiumla belə bir birləşmə əmələ gətirir. Burada var. Baxın bu hissə. Bu suda çöküntü verir. Hansı ki, bu çöküntü suyun köpüklənməsini, sabunun köpüklənməsinin qarşısını alır və yuyuculuk qabiliyyətini aşağı salır. Bunun qarşısını almaqdan ötürü sintetik yuyucu vasitələrdən istifadə edirlər. Sintetik yuyucu vasitələr isə ali spirtlərin sulfat turşusu ilə əmələ gətirdiyi mürəkkəb efirin natrium duzudur. Ali spirtlərdə karbon atomu ondan böyük olur əsasən. Bu zamanda formul necə olacaqdır? CN, sintetik yuyucu vasitənin formulu. CnH2n plus 1 O şəklində yazılacaqdır. Spirt daxı bu hissə. Sonra SO2OH. Sonra natrium duzu dediyimə görə burada bir natrium yazıram. Burada gördüyünüz formul sintetik yuyucu vasitənin formuludur. Bu cod suda reaksiya gedərək bunun bu versiyası yaranır. CnH2n plus 1 O SO2 burada belə bir 2 yazaram. Hansı ki, bura qoyaram. Məsələn, kalsium. Bu hissədə isə, və burada da veribdir onsuz bu hissədə. Burada CnH2n plus 1-in yerinə R də yaza bilərəm. Hansı ki, buradakı kimi. Və bu da suda həll olur, çöküntü deyil. Eynən maqneziumda olsa çöküntü verməyəcəkdir. Bu da oldu bizim sabunlarımız. Hansı ki, burada məsələlər var. Bu məsələləri oxuyub
istifadə edə bilərsiniz məsələlərə tətbiq edərək topludakı. Bu da bizim mürəkkəb efirlər, yağlar və sabuna aid olan izahımız.